Montenegroda yağışlı bir axşam gəzirdik. Küçədə qapqara balaca bir pişik balası tapdıq. Çox şirin olmağı ilə yanaşı baxışlarında həm qorxu, həm də bir ümid vardı. Və beləcə macəra başladı. İlk dayanacaq Baytar. Səhhəti necədir? Bizə güvənəcəkmi? Bu arada balacanın adını da Yager qoydu. İlkin müayinələrini edib, iynələrini vurub bizi klinikadan yola saldılar. You come tomorrow for results. I don't need the cat. Okay. Only you for the results, okay? Sonrakı dayanacaq zoomagazin. Yemək, qablar, qum, qısası yeni evi üçün ona lazım olan hər şeyi aldı. Yager isə bizə baxırdı, sanki anlayırdı ki, artıq tək deyil. Axır ki evə gedirik və o anda baş verdi. Yager o qədər həyəcanlandı ki, yeni sahibəsinin üstünə. Sizcə bu onu az da olsun utandırdı? Mən elə düşünmürəm. Evə çatıb, yeyib-içib, biraz sonra evin tam sahibi kimi yuxarı başda oturmuşdu. Bir pişik gəldi və cəmi 1 saatın içində bizdən birinə çevrildi. Amma bugündən etibarən artıq biz onun evinə qonaq gələcəyik, düzdür?